İndi isə daha ətraflı. Təbrizin ən böyük müəssisələrindən olan İran Xodro Avtomobil İstehsalı Zavodunun işçiləri aprelin 20-sindən başlayaraq yenidən tətil elan ediblər. Narazı işçilər bildiriblər ki, zavod işçilərinin qanuni hüquqlarının pozulması, zavodun Tehran bölməsi işçiləri ilə Təbrizdəki işçilərin əmək haqları arasında böyük fərq olmasını ayrı seçkilik kimi qəbul edir və buna görə də səslərini əlaqədar qurumlara çatdırmaq üçün tətil elan ediblər. Onların sözlərinə görə hazırda 1500 işçisi olan zavod rəhbərliyi işçilərin əmək haqlarının artırılması ilə bağlı dəfələrlə edilən müraciətləri cavabsız qoyub. Bu son bir neçə ildə zavod işçilərinin keçirdiyi onlarla etiraz və tətil aksiyalarından biridir. Bundan öncəki aksiyalarda işçilər yuxarıda qeyd olunan problemlərlə yanaşı, iş təsnifatının olmamasına, iş şəraitinin ağır olmasına, gecikdirilmiş əmək haqlarının ödənilməməsinə, əmək müqavilələrinin 3 aydan bir yenilənməsinə, iş təhlükəsizliklərinin olmamasına etirazlarını bildirmişdilər. Qeyd edək ki, İran Xodro şirkətinin nominal istehsal gücü ildə 130 min avtomobil təşkil edir. Zavod rəhbərliyinin iddiasına görə 2006-cı ildə təsis edilən zavodda bugünə kimi 1 milyondan çox mini avtomobili və furqon istehsal edilib. İyunun 10-12-sində Baku Expo mərkəzində 2-ci Türk dövlətinin ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi keçiriləcək. Türk ticarət sərgisi Türk dövlətlərinin Azərbaycan, Qazaxıstan, Qırğızistan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında sənaye, sərmayə, texnologiya xidmətləri artırmaq və dünyanın digər bölgələrinə də bu xidmətlərin satışını asanlaşdırmaq məqsədi ilə daşıyan ticarət forumudur. Yarmarka zamanı 20-dən çox istiqamət üzrə məhsul qrupları və yeni texnologiyalar sərgilənəcək. Ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş adamlarının problemləri, onların həlli ilə bağlı təkliflər və digər aktual mövzularda ekspertlərin iştirak etdiyi konferanslar keçiriləcək. Qeyd edək ki, Türk dövlətlərinin ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi ilk dəfə ötən ilin noyabrında İstanbul sərgi mərkəzində keçirilib. Türkiyə Bəşər Əsəd rejimi İran və Rusiyanın bombardımanları ilə xarabalığa çevirdiyi Suriyanın Türkmən dağı bölgəsinin kənd və qəsəbələrinin yenidən qurulması üçün hərəkətə keçib. Məsələ ilə bağlı Ətraf Mühit və Şəhərsalma naziri Murad Kuruma Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən tapşırıq verildiyi və araşdırma aparmaq üçün bölgəyə bir qrup göndərildiyi bildirilib. Bölgədə işlər Mənzil İnşaatı İdarəsinə həvalə edilib. Qeyd edək ki, Türkmən dağı 2015-ci ildə Rusiyanın ağır bombardımanları və İranın dəstəklədiyi qruplar tərəfindən işğal edilmişdi. Bölgənin işğalına rəhbərlik edən terrorçu qruplardan birinin lideri Mihraç Ural o zaman belə demişdi: 650 ilin qisasını aldıq. İşğaldan əvvəl Bayırbucaqda 200 mindən çox türkmən yaşayırdı. Latakiyada 300 mindən çox türkmən vardı. İşğal və bombardımanlar nəticəsində bölgənin əhalisi xeyli azalsa da, minlərlə türkmən müqavimət göstərərək vətənlərində qalıb. Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib ki, İranın Birləşmiş Ştatlarla istənilən danışıqlarda əsas tələbi bütün sanksiyaların ləğv edilməsidir. Bəqai vurğulayıb ki, İran ona qarşı tətbiq edilən bütün sanksiyalara əsassız və qanunsuz hesab edir. Bəqai danışıqların mediada yayılan hər hansı konkret təsərrüfatını təsdiqləməkdən imtina edərək onları fərziyyə kimi qələmə verib və belə təfərrüatların ictimai müzakirə üçün nəzərdə tutulmadığını bildirib. Qeyd edək ki, Donald Trumpın birinci prezidentliyi dövründə İranla imzalanmış nüvə sazişindən çıxmasının səbəbi İranın bu razılaşmaya əməl etməməsi və Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin ölkədə düzgün təftiş aparmasına imkan verməməsi olub. Sentyabr ayında İrana hava zərbələri endirilə bilər. Bu barədə Hürriyyət qəzeti məlumat yayıb. Türkiyə nəşri yazır ki, Amerika prezidenti Donald Trump İrana hücumdan yana olmasa da, hər şey Tehranla müzakirələrin nəticəsindən asılı olacaq. Hürriyyət qəzeti yazır: əgər Vaşinqton və Tehran arasında nüvə danışıqları uğursuz olarsa, o zaman İrana hücum ehtimalı yaranacaq. Xarici mənbələr sentyabr ayını göstərirlər. Müzakirələrin mümkün nəticələri çərçivəsində İrana zərbə endirmək planlarını da nəzərdən keçirdiyi bildirilir. Qərb mənbələri İsrailin zərbə endiriləcəyini deyirlər. Amerikanın İrana zərbə endirilməyəcəyi, amma İsrailə də mane olmayaraq logistik dəstək verəcəyi bildirilir. İsrailin planları hazırdır. Bu da çox təhlükəlidir. Ümid edirik ki, bölgəmizə atəş altında qoyacaq bu plan
plan baş tutmayacaq və Amerika ilə İran arasında aparılan danışıqlar razılaşma ilə nəticələnəcək. İran da öz proksi qüvvələrini aktivləşdirməklə İran və onu dəstəkləyən ölkələrə sərt cavab verəcək. Qarşısı alınmasa bu dəfə ciddi İsrail-İran müharibəsinin şahidi ola bilərik. Bu fəlakət deməkdir. Roma papası Fransisk vəfat edib. Bu barədə məlumatı Vatikan administrasiyası bildirib. 88 yaşlı papa 2013-cü ilin martından bu vəzifədə idi. Xatırladaq ki, Roma papası fevralın əvvəlindən yerləşdirdiyi xəstəxanada iki tərəfli pnevmoniyadan və digər infeksiyalardan müalicə alırdı. Müalicə dövründə onun səhhəti bir neçə dəfə pisləşsə də daha sonradan vəziyyətinin stabil olduğu bildirilmişdi. Bir neçə gün əvvəl isə Fransisk ictimaiyyət arasında görülmüşdü. İsrail ordusu Lübnandakı Hizbullah hədəflərinə yeni silsilə zərbələr endirib. Məlumata görə zərbələrin hədəfi Hizbullahın silahlı qanadının bir neçə reaktiv yaylım atəş sistemləri və atəşkəsin Lübnanın cənubundakı Nəbatiyə şəhəri ərazisindəki aktiv hərbi infrastruktur obyekti olub. Bundan əlavə Lübnanın cənubundakı Hula qəsəbəsi ərazisində Hizbullahın yerli silahlı qruplarından birinin mühəndis bölməsinin komandiri öldürülüb.